Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiya dəstəyimiz davam edir. Öncə sertifikasiya hazırlaşan müəllimlər üçün ən son çap olunan, nəşr olunan yeni test toplumumuzu sizə bir daha təqdim etmək istəyirəm. Müəllimlərimizin əksəriyyəti alıb 300-ə yaxın müəllim əldə edib qısa bir müddət ərzində işləyir. Onlar işlərini şansa buraxmırlar və 50+ nəticə göstərmək üçün çalışırlar. Və inandırım sizi ki, bu testi sertifikasiyaya qədər işləyib bitirsəniz, bu şans sizin üçün daha əlçatan olacaq. Mütləq əldə edin, işləyin. Keçək yeni suallarımıza. Sertifikasiya dəstək, dərs 5. Birinci sualımızda uyğunluğu müəyyən etməyimizi istəyir. Eksalasyon, arid denudasyon və su erozyon relyef formalarının üstünlük təşkil etdiyi ərazilər soruşur. Eksalasyon relyef formalarımız yüksək dağlıq ərazilərdədir. Böyük və Kiçik Qafqazın, həmçinin də Orta Arazın yüksək dağlığı üçün xarakterikdir. Yəni 1-ci və 5-ci Baş Qafqaz silsiləsi, Zəngəzur silsiləsi bura aiddir. Arid denudasyon relyef formalarımız Qobustan alçaq dağlığı və Ceyrançöl alçaq dağlığı göstərilmişdir. Su erozyon relyef formaları 3-də Kürün köhnə və qədim və yeni deltalar, müasir deltaları var. Su erozyondur. 6-da isə Şirvan düzənidir. Gətirmə konus zəngindir. Doğru cavab A bəndi olacaq. Keçək növbəti sualımıza. Doğru sıraları seçin. Çaylar və eroziya bazisi verir. Parana çayının eroziya bazisi Mozambik boğazıdır. Doğru ifadədir. Türyan çayın eroziya bazisi əyri çay göstərilir. Yanlışdır. Kür çayı olmalıdır. Tərtər çayın eroziya bazisi Kür çayıdır. Aldan çayı eroziya bazisi Leyna çayıdır. Çünki Aldan çayı Leyna çayının qoludur. Amudərya çayı Xəzər dənizi yox, Aral gölünə tökülür. Kolumbiya çayı Kaliforniya körfəzinə yanlışdır. Sakit okeana tökülməlidir. Kaliforniya körfəzinə tökülən çayımız isə Colorado çayıdır. Doğru cavabımız 1-ci, 3-cü və 4-cü. Yəni A bəndi olacaq. Videonu dayandırıb öncə özünüz cavabı şərh bölümünə yazın. Sonra bizlə nə yoxlaya bilərsiniz. Suburbanizasiya prosesi Afrika və Latin Amerikası ölkələri üçün xarakterlikdir. Yanlış fikirdir. Suburbanizasiya prosesi əsasən inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Əhalinin şəhərdən şəhər ətrafına köçməsidir. Qanı-Xəriçay düzənliyində, yarımsəhra iqlimi daxilində düzən meşə landşaftı yayılmışdır. Qanı-Xəriçay düzənliyində düzən meşə landşaftı yayılır. Amma yarımsəhra iqlimi daxilində deyil, mülayim isti iqlim daxilində yayılmışdır. Talatona Qızıl Mələn Avstraliyada yerləşir, fikir səhvdir. Cənubi Afrika Respublikasında yerləşir. ASEAN təşkilatına üzv olan ölkələr beynəlxalq iqtisadi inteqrasiyanın ümumi bazar mərhələsinə aiddir. Mərhələsindədir, doğru fikirdir. Avropada təbii artımın ikinci tipi olan ölkə yoxdur, fikri yanlış fikirdir. Bilirik ki, Albaniya əhali artımının ikinci tipinə aiddir. Növbəti, uyğunluğu müəyyən edin. Cavan dağlar, yəni qırışıq dağlar. Qırışıq dağlar burada Atlas dağları və Alp dağları göstərilir. 5 və 6 rəqəmləri. 1 rəqəmi ilə Tianşan dağları, 4 rəqəmi ilə isə Altay dağları. Bunlar yenidən törəyən qırışıq faili dağlar hesab edilirlər. Qədim faili dağlar isə Apalaç dağları 2 rəqəmi ilə göstərilir. Əjdaha dağları isə 3 rəqəmi ilə göstərilir. 2, 3. Doğru cavabımız A bəndi olacaq. Növbəti. Vecnəli, Zod və Felitçay faydalı qazıntı yataqları verilir və onları inzibati rayonlara görə qruplaşdırmağımızı istəyir. Vecnəli bilirsiniz ki, Zəngilandadır, Qızıl yatağıdır. Zod Kəlbəcərdədir, Qızıl yatağıdır. Felitçay Zaqataladadır, Polimetal yatağıdır. Doğru cavab A bəndi olacaq. Növbəti sualımıza keçək. Yenə də cədvəl sualdır. Uyğunluğu müəyyən edin. İqtisadi rayon və xüsusiyyət. Üzr istəyirəm, burada texniki səhv edib. İqtisadi rayon yox. Hər hansısa bir coğrafi komponent qeyd edilib və yaxud da proses qeyd edilib. Dəmiyə əkinçiliyi. Suvarmaya ehtiyacı olmayan əkinçilikdir. Dəmiyə əkinçilik suvarmaya ehtiyacı olmayandır. Doğrudur.
Sonra meliorasiya torpaqların bərpası tədbirləridir. Yanlışdır. Torpaqların bərpası tədbirləri rekultivasiyadır. Meliorasiya isə torpaqların məhsuldarlığının artırılması tədbirləridir. Bedland yararsız torpaqlardır, doğrudur. Bu əkinçilik üçün yararsız torpaqlar hesab edilir. Qobu son mərhələdə yarğana çevrilir, fikir səhvdir. Yarğan son mərhələdə qobuya çevrilməlidir. Doğru sıramız 1-ci və 3-cü bəndlər olacaq. Yəni D bəndi. Uyğunluğu müəyyən edin. Baş Qafqaz silsiləsi və Murov dağ silsiləsi verilir və üzərində olan zirvələr göstərilir. Məlkamut dağı Baş Qafqaz silsiləsindədir. A. Camış dağ Murov silsiləsindədir. Ömər Aşrımı Murov silsiləsindədir. Baba dağ Baş Qafqaz silsiləsindədir. Gəlinqaya isə bunların heç birində deyil. Gəlinqaya Qarabağ vulkanik yaylasında olan sönmüş vulkandır. Stratovulkandır. Y variantlarına çıxsaq, Y variantı cəmi bir yerdədir. A, D, B, C. Yəni doğru cavab B bəndi olacaq. İzlədiyinizə görə təşəkkür edirik. Bugünkü dəstəyimiz də bura qədər.